Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 11A sinifinin şagirdləri Mehdiyeva Aytac və Qurbanova Könül Milli TV-yə müraciət edərək bildirirlər ki, 3 mart 2025-ci il tarixində onların məktəbdəki dərs saatlarının bitməsinə baxmayaraq, evdə olduqları halda onları məktəbə çağırdıran həmin məktəbin müəlliməsi Abbasova Mətanət Soltan qızı şagirdlərin yanvar ayında yazmalı olduqları böyük summativ qiymətləndirilmənin yazılmasını tələb edir. Onu da qeyd edək ki, yanvar ayından bu yana şagirdlər BSG-nin yazılmasını dəfələrlə tələb etsələr də, onlara məktəb direktoru Gülnaz Kərimova bu şəraiti yaratmayıb. 3 mart tarixində evdə olduqları halda şagirdləri məktəbə çağıraraq onlara BSG testini yazdırıb. Şagirdlər şikayətlərində onu da bildirirlər ki, onlara məqsədli şəkildə vaxtı keçmiş BSG-ni yazdırdıqdan sonra onlar məktəbdən getdikləri halda Mətanət müəllimə şagirdlərə zəng edib BSG testlərinə qol çəkmədiklərini bəhanə edərək yenidən onları məktəbə dəvət edib. Əslində isə şagirdləri yenidən məktəbə dəvət etməkdə məqsəd qol çəkmək yox, məktəb direktoru Gülnaz Kərimovanın tələbi olub. Şagirdlərin bizə bildirdiyinə görə onlar məktəbdə Gülnaz Kərimovanın təzyiq və təhqirinə məruz qalıblar. Bizə təqdim olunan səs yazılarında da bir daha aydın olur ki, məktəb direktoru Gülnaz Kərimovanın şagirdləri Aytac və Könülə qarşı böyük bir nifrəti var. Bu nə geyindi Aytac? Necəyəm, bu nə geyindi? Mən evdən gəlmişəm bura. Bu nə danışıqdan məndən danışırsan? Necəyəm, necə danışam, normal danışam. Sən evdən gəlmişəm, heç sizə bu nə geyindi? Mən də qayıb deyirəm ki, evdən gəlmişəm. Elə danışırsan, evdən danışırsan. Necə deyim? Deyirəm, müəllimə evdən gəlmişəm, yəni məktəb vaxtını görürsün qadın. Məktəbdə deyil. Mən də evdən gəlmişəm. Deyilən ton var da, tonuna bas. Sən məndən vaxt almasan hansı an məktəbə gedərsən? Mən sizə danışam, mən sizə nə deyirəm? Yəni mən məğluma düşənməkdən ki, mən sizə nə deyən görürüm, bizim də yaxşı sıfır yazıb saxlamalısınız sinifdə, gəlib məndən danışmaq zorunda. Ay, bəlkə. Ne kadar yani çoğu bunlar, öyle bir robotlar ya bunlar. Sen gelip bana demezsin ki, ay ben de kurban olun, valla sizden razı olsun. Gelip bana yazar buradan devam edirsen sen. Hasta sen. Senin böyle yaxşılık olsun, ölmürsen sen gel kuşuyla danışırsan. Mən normal tonda danışıram. Normal değil. Mən burada heç nə sizə artıq həqiqi isə danışmamışam burada. Ne istəyirsin, bir ömür boyu bərbat edərdim. Heç olmasa mədəniyyətiniz olsun, adam kimi gelin, baş üstə edin, masanı düz deyirsin, üzürlü sayın, hazırlığa getmişik, mən də başa düşəcəm. Gəlin elə danışırım, fotoğrafla borcumda. Yoxsa müqabilə yazmışam, müqabiləni körməyəcəm. Tam olsa bilirəm, o vaxtdan var, neysə bunun psikolojik durumu var. Arkaç gəlməsə ha, mən ən axmaq adamam. Polisə verib onu zəhl eləyəcəm. Sabah səndən şikayət Səndən şikayət gelib naziriyə. Naziri gəlib yoxlayacaq. Sənin burada olmamağını demədi ki, mən səni gizlədirəm. Mən sana bir dənə psixolojim da var da Röya. Sən bu məktəbdən sağ istatarsan, mən badan ərsəni. Onu mən eləməyəcəm, onu nazirdən gələn eləyəcək. Səbəbinə gəldikdə şagirdlər onu da bildirirlər ki, məktəbdə olan yuxarı sinif şagirdlərinin məktəbə gəlmədikləri halda onlara yazılan qiymət və gündəliyə etiraz etdikləri üçün direktor onlara böyük bir düşmənçilik bəsləyir. Onu da qeyd etmək istəyirik ki, bir ildən artıqdır ki, sözgedən Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru olan Gülnaz Kərimovanın qanunsuz əməlləri barədə kütləvi informasiya vasitələrində gedən çoxsaylı məlumatlara baxmayaraq, onun yaxın rəfiqəsi olan Abşeron Xızı Regional Təhsil İdarəsinin müdürü İlhamə Abdullayevin himayəsi nəticəsində Gülnaz Kərimova öz qanunsuzluqlarını hələ də davam etdirməkdədir.